Birbaşa Kiyevlə bağlantımız olacaq. Cənab Polkovnik Elxan bəy Nuriyev. Cənab Polkovnik, xoş gördük sizi. Salam, xoş gördük bəy. Əziz dostlar, Elxan bəy çox mühüm xəbərlər bizə verəcək, amma bu mühüm xəbərləri daha çox insan eşitsin deyənə siz press kluba abunə olun, press klubu abunəsiz izləməyin. Burada həqiqətlər söyləndir, argumentlər, faktlar söylənilir. Like şarı tıklayın ki, daha çox insan bizi görsün. QR kodu görürsünüz sağ tərəfdə bizə maliyyə yardımı göstərə bilərsiniz. Əvvəlcədən sizə təşəkkürümüz var. Avropadan, Amerikadan, Rusiyadan o QR kod vasitəsilə bizə yardım edə bilərsiniz, maliyyə yardımı göstərə bilərsiniz bizim proqramımıza. Bir də mütləq hansı ölkədən, hansı şəhərdən baxırsınızsa onu kommentdə yazın. Bu çox önəmlidir. Çünki dünyanın bütün ölkələrinə bizi baxırlar və dostları sevindirirlər, düşmənləri isə kədərləndirirlər. Elxan bəy, gəlin elə birinci başlayaq Novorosiyskdən, çünki bütün dünya ondan danışır. Nə zərbə idi? Deyirlər, hətta bu müharibə ərəfəsində Ukraynanın Rusiyaya vurduğu ən qüdrətli zərbədir. Raketlərdən istifadə olunub, dronlardan istifadə olunub, nə baş verib və hansı xəsarət yetirilə bilib Novorosiyskdə Rusiyaya? Təşəkkür edirəm. Əlbəttə sualınıza cavab verəcəyəm, amma mən də xahiş edirəm efirləri bəyənin, paylaşın. Nəyə görə? Kamran bəy, deməli iyun-iyul aylarında Ukraynanın çox uğurlu əməliyyatları zamanı, o cümlədən bizim ana vətənimiz Azərbaycandan Rusiya tərəfdən döyüşə gələnlər demək olar ki, dayandırılmışdı. Çox təəssüf olsun ki, son bir həftə 10 gündə yenə də bizə müraciətlər var ki, itkin düşənlər filan. Yəni, yenə də bu proses Rusiya media məkanındakı göy Ukraynanı vurduq, dağıtdıq, ballistika göy Ukraynanı yandırdıq, insanlar çaşırlar. Belə bir şey yoxdur, heç nə ciddi mənada, heç nə dəyişmir, strateji, hətta operativ mənada heç nə dəyişmir. Ona görə əziz dostlar, efirləri çoxaldın, paylaşın və analardan, bacılardan, ailələrdən, xanımlardan xahiş edirik, övladlarınızı Ukraynaya, Rusiya tərəfdən göndərməyə mane olun. Yəni, onlar burada məhv edilirlər. Yəni, Rusiya tərəf aldada bilir sizi. Heç nə dəyişməyib, heç nə. Əgər nəsə dəyişibsə, Ukraynanın xeyrinə dəyişib. Bunlar baş verənlər hamısı media məkanında baş verir. Bu, Rusiyanın belə deyək, media müharibəsində müəyyən məsələlərdə sizlərin rus dilli olmağınızdan, yəni başqa dillərdən istifadə etmədiyinizdən istifadə edərək, bağışlayın taftologiyaya görə, övladlarınızı aşkar ölümə göndərirlər. Çünki deyirəm ki, son 2 ayda müəyyən sabitlik yaranmışdı Azərbaycan vətəndaşları ilə bağlı və çox təəssüf olsun ki, son bir həftədə, 10 gündə yenə də Azərbaycanlıların muzlu ələ alınması, aldadılması, kontraktlar bağlaması ilə bağlı məlumatlar gəlməkdə davam edir və bizə müraciətlər olunur. Odur ki, efirləri çoxaldın ki, bilsinlər insanlar, ailələr, qardaşlar, bacılar, xanımlar, nə bilim, valideynlər, övladlarınızı buraxmayın Ukraynaya. Biləm. O ki, qaldı Novorosiysk ilə bağlı və Novorosiysk doğrudan da bilirsiniz, yəni Qaradənizdə Rusiyanın böyük limanıdır. Qaradənizdən Rusiya milyonlarla ton təbii ki, neft göndərirdi. Bundan əlavə, həm də sıxılmış qaz. Bundan əlavə, həm də Qaradənizdə 3 taxıl yükləmə strukturu var idi. Yer gəlmişim, bu günləri xəbər gəldi ki, 3-cü də dayanıb. İkisini vurmuşdu Ukrayna, 3-cü zədələnmişdi, bu gün o da dayandı. Da valla nə deyim, enindən sağdan sola, soldan sağa, şimaldan cənuba, cənubdan şimala, qərbdən şərqə 60 ev dağıdıldı. 3 dediyimiz kimi neft platforma, taxıl platforması, taxıl sənayesində, dənli biçilər sənayesində il götürülür iyulun 1-dən iyulun 1-nə qədər. Məsələn, növbəti taxıl ili, yəni dənli biçilər ili, iyul ayının 1-dən gələn 2027-ci ilin iyulun 1-nə qədər olan statistika olur da. Necə ki, büdcə illəri hesablanır, taxıl büdcəsi də, taxıl treyderləri də belə işləyirlər. Və Rusiya artıq bu günləri bu məsələlərdə çox ciddi geri qalır. Çox ciddi geri qalır. Ötən il əgər planlaşdırmaya görə Rusiya 62 milyon ton taxıl sata bilmişdirsə, bu il artıq 44-45% həmin qrafikdən geri qalır. Bu da aydındır ki, yenə də Novorosiyskə edilən hücumların nəticəsidir. Onun əlavə Lesnoy port adlanan Novorosiyskə olmayanlar bilməz, o bir belə deyək, sənaye tərəfi ilə birləşdirən körpü vuruldu.
Sonra ölənlər oldu, 3 nəfər öldü, 90 nəfər yaralanmışdı, amma tək Novorossiyskdən bitmədi məsələ. Həm də Anapa və Gəlincik. Gəlincikdə də bilirsiniz, siz də görürsünüz, çox belə qəti slavyan sözdür Gəlincik, çox belə ciddi slavyan sözdür. Yeri gəlmişəm, Novorossiyskın da əvvəlki adı Sucuk qaladır. Bəli, bilirəm, Dəyişiblər bəli. onu. Sucuk qalan, bəli. Hamısı elədi, hamısını dəyişiblər. Krımın başına oynatıblar. Demək, aydındır ki, bu da müəyyən mənada bizim qərbdəki dostlarımız, o cümlədən okeanın tərəfindəki müttəfiqlərimiz də müəyyən mənada həvəsləndirdi. Və dediyim kimi, ola bilsin səhv təsəvvür yaranmışdı. Ötən həftə, yəni Rusiyanın ayın 2-si, 4-ü Ukraynaya ballistik raketlər atması, çoxlu sayda və onları bizim vurmaq üçün imkanımız olmamasının ucbatından hamı elə bildi ki, müharibə az qalıb qutardı, bitdi. Amma Kiyevdə milyonlarla insan yaşayır. Əlbəttə bu sinizm deyil, əlbəttə biz də istəmirik ki, kimsə ölsün, yatdığı yerdə, yəni bilirsiniz, dəhşətli hadisələr baş verir. Amma belə müharibə udmurlar. Rusiya müharibəni uduzmuşdur. Bunu bir mənalı demək bu günləri mümkündür və bugünkü politika deməli, mətbuat orqanında Amerika Birləşmiş Ştatlarının. Onlar da təsdiq edirlər və bildirirlər ki, yaxın zamanlarda payızda keçiddə Ukraynanın bir neçə növ ballistik raketləri olacaq. Əlbəttə, ballistikamız bizim iyul ayı olmalı idi, amma belə asan məsələlər deyil təbii ki. Və Münhen Sülh Konferansının icraçı direktoru cənab Wolfgang bildirdiyi kimi, hələ ki Rusiya Ukrayna ilə vuruşur, Avropa təhlükəsizdir. Yəni, belə bax, bu sinizmdir təbii ki. Bu, necə deyərlər, Avropanın nə qədər, mən iradəsiz deməzdim, tam iradəsiz deməzdim. Çünki müəyyən məsələlərə təbii ki, yaxşı kömək edirlər, amma bütövlükdə bu günləri Avropa ölkələri, Avropa dövlətləri, onların liderləri təbii ki, ciddi iradə ortaya qoymalıdırlar. Novorossiysk əməliyyatı, belə demək mümkündürsə, ikinci hörümçək toru kimi bir əməliyyat oldu, dediyim kimi. Deməli, neft daşımaları dayanıb və bizdə olan məlumata görə, son məlumatlara görə, belə də, kularlarda eşitdiklərimizə görə, deyəsən, müəyyən mənada bu hadisədən sonra Rusiya biraz daşdəmir yumşalıb və həm Türkiyə tərəfin tələb etdiyi, tələb edə bilər Türkiyə, çünki Qaradənizin nəzarətçisi müəyyən mənada Türkiyədir. Qaradənizdə dünənləri də Ukrayna tərəf rəsmi bəyanat verdi, bugün səhər də bildirdi Xarici İşlər Naziri və məktub da göndərdi ki, biz Qaradənizdə atəşkəs rejimi tətbiq etməyə hazırıq. Çox təəssüf olsun ki, Rusiya tərəf gücdən başqa digər məsələləri qəbul etmir, diplomatiyanı qəbul etmir, xoş rəftarı qəbul etmir. Ona görə bu əməliyyat olmalı idi və olmaqda davam edir. Və biləsiniz ki, əziz dostlar, dünəndən başlayaraq, hətta mən Novorossiyski sadalamıram, Ukraynanın ikinci 40 gün əməliyyatı başlamışdır. Ona görə artıq Rusiyanın 12 bölgəsində, 12 regionunda benzin qıtlığı yenə də deməli başlayıb. Yəni adlarını da sadalaya bilərik. Volqograd, Lipetsk, Orenburg vilayətlərində yenə də talonla və 20 litrdən başlayıblar Soçi şəhərinin özündə. Və bunlar hamısı yeni mərhələnin başlanğıcıdır. Dediyim kimi, qərb mətbuatı, qərbdəki dostlarımız da bildirirlər ki, Ukrayna təbii ki, bu tipli əməliyyatları davam etdirəcək. Bunun üçün Ukraynanın həm imkanları var, əziz dostlar, iradəsi var və getdikcə də texniki və vasitələr, vasitələr daha çox bunu etməyə imkan yaradır. Yəni, Novorossiysk bu günləri müəyyən mənada Ust-Luqada, yəni Leningrad vilayətində təkrar edildi. Müəyyən mənada təkrar edildi. Çünki həmin liman da 32,8 milyon ton ildə neft deməli eksport edirdi. Bu gün onlara da hücum edilib və Aleksandr Drazdenko, Leningrad vilayətinin qubernatoru, bu gün səhər tezdən yazdığı
demək, Telegramda ağlaşma şöbəni qurmuşdu. Həmişə olduğu kimi qırıntılardan filan danışırdılar, amma yanğınlar var və yanğınlarla bağlı artıq məlumatlar çəkilişdə gəlməkdə davam edir. Bu mənada, yəni həm Qaradənizdən dünya okeanına çıxış, həm Baltik dənizindən dünya okeanına çıxış və Rusiyanın əsas maliyyə qaynaqları olan neft, sıxılmış qaz və taxıl satışı, yəni dənli bitkilər satışı müəyyən mənada Ukraynanın bəlkə pafosda alınır, amma icazəsi olmadan mümkün olmayacaq. Çox yaxşıdır ki... Amma fakt odur və fakt icazə verməsə, oradan çıxartmayacaq. Fakt odur, bəli. Yaxşı olan xəbər bundan ibarətdir ki, demək, bu məsələlərdə Türkiyə Respublikası Ukraynanın yanındadır, bu öz yerində və yaddaşlı izləyicilər bilirlər ki, təxminən 2 həftə bundan öncə Amerikanın vitse-prezidenti birdən, yəni J.D. Vance Ukrayna prezidentinə zəng etmişdi. Zəngin nəticələri, yəni telefon danışıqlarının nəticələri bildirilmirdi, amma Novorossiysk məsələsindən sonra məlum oldu nə imiş istədikləri. Məsələ burasındakı KTK deyilən, yəni Kaspiyski transportlu koridor, yəni Qazaxıstandan Tengiz neft yatağından Novorossiyskə gələn və dünya bazarına çıxarılan neft məsələlərində bilirsiniz, Chevronun payı, yəni Amerikanın milli Transmilli korporasiyasının payı 50%-dir, ExxonMobil'in payı isə 28%-dir. Yəni Amerika Birləşmiş Ştatları xahiş edirdi ki, Novorossiyskə yəni ya vurmayın, ya da çox diqqətli olun. Belə vəziyyət yaranıb ki, bugün Amerika Birləşmiş Ştatları özü müəyyən mənada məcburdur. Mən qərb mətbuatını oxuduğumu deyirəm. Ki, Ukraynaya ən dəqiq koordinatları versin ki, yəni vurulan yerlərdə, bəli, bu Xəzər boru daşımaları konsorsiyumuna zərər dəyməsin. Və Ukrayna təbii ki, mövcudluq müharibəsi apardığı üçün əlbəttə Novorossiysk hadisələrini təkrar edəcək. Çünki Rusiya Müdafiə Naziri bugün böyük, belə deyərlər, hay-həşirlə yazıb ki, bu il Ukraynanı donduracaq. Amma bu ifadəni mən deyərdim ki, Ukraynadan oğurlayıblar. Çünki Ukrayna tərəf öncədən bildirmişdi ki, əgər müharibəni noyabr ayına qədər dayandırmasa, Rusiyanın istilik elektrik stansiyaları və belə deyək də, yəni yaşamaq üçün gərəkli olan bütün sahələri vuracaqlar. İş o yerə çatıb ki, Rusiyanın propaganda maşını, hətta Solovyov özü də Rusiyanın həm Ukraynanın həm işğal altında olan ərazilərindən, Donetsk, Lugansk vilayətlərindən, həm də Ukrayna ilə həmsərhəd bölgələrdən 400.000 insanın Sibirə köçürülməsi ilə bağlı Karaganovun zamanında dediyi məsələni deməli şişirdirlər ki, güya daşıyacaqlar Sibirə, güya ki, bir neçə məna daşıyır bu. Əvvəla güya onların qayğısına qalırlar və bilirlər ki, Ukrayna bu əraziləri atəşlərin davamlı edəcək. Çünki Kreml führeri Krımın Krımı müdafiəsiz qoyub, hava hücumundan müdafiəsiz qoyub, bu belədir faktdır. Bundan əlavə Ukrayna ilə həmsərhəd olan Belqorod, Kursk, Bryansk, Voronej, Krasnodar vilayəti, Rostov vilayəti, onların da hava hücumundan müdafiə sistemlərinin hamısını ya Moskva ətrafına yığıb, ya da iqamətgahların ətrafına yığıb, o qalanları. Və bu günləri, belə deyək, Krım müdafiəsiz qalıb, tam müdafiəsizdir. Məndə çəkilişlər var, istəsəz göndərim Azad bəyə yerləşdirsin bura. Deməli, son çəkilişlərdir. Krımdan çəkilişlərdir. Bəli, Rusiyanın canlı qüvvəsi təbii ki, tükənir. Əgər bu il yaz-yay kampaniyasına 750.000 baş canlı qüvvə ilə gəlmək istəyirdilərsə, indi o baş düşüb 700-dən aşağı düşüb, aydındır. Çünki döyüş bölgəsinə gətirilənlərdən çox təbii ki, məhv edilir. Belə bir qəribə vəziyyət yaranıb və dönər bizim kəşfiyyatda bildirdi, Prezident Zelenski də bildirdi ki, Rusiya tərəf Şimali Koreyaya müraciət edib ki, 50.000 əskər versin, Şimali Koreya 10.000 əskər verəcəyi ilə bağlı razılığa gəlib. 50.000-ə razı olmuyor. Çünki dünənki məlumat var ki, Şimali Koreya razı olub 50.000 verməyə. Demək ki, 10.000-ə razı olublar.
10 minə razılıq veriblər. Güya ki 10 mini də ruslara nə var ki, bilirsiniz, onların dilinə düz söz gəlmir. Hər halda Qərb kəşfiyyatı, yəni Ukrayna ilə belə deyək, ciddi işləyir və hətta bu günləri yenə deyirəm, Fox News-da bu günləri deyirlər ki, Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı Ukrayna kəşfiyyatından məlumat alır artıq. Geriyə də məlumat alırlar. Bəli, geriyə də məlumat alırlar, aydındır. Bilirsiniz, həm daxı biz rusların davranışların o qədər qarışıqdır ki, Rusiya-Ukrayna münasibətləri zamanında o qədər qarışıq olub ki, yəni hesablamaq olur da, yəni belə deyək, onlar sırf belə deyək, kəşfiyyat materiallarına söykənirlər. Bir də var doğrudan Rusiyanın ümumi davranış məsələsinə. Məsələn, nə olmuşdu ki, birdən-birə sən durub gedəsən Kuril adalarına, 27 ildə hakimiyyətdə idin, getmirdin, birdən-birə gedirsən və bunlar hamısı təbii ki, çıxılmaz vəziyyətə düşməkdən də əlacızlıq işləridir. Elxan bəy, bu reverans deyilmi Çinə? Çünki əgər Yaponiya ilə qarşı durmanı indi qızışdırarsansa, Çinin xoşuna gəlmir. Çünki Çinin deyilənə görə yardımı azalıb Rusiyaya, ümumiyyətlə arxa çevirməyə başlayıb. Çünki məğlubiyyəti var. Çinə reverans eləyə bilərmi? Yəni Putin bunu Yaponiya bu səs-küy salmaqla və bu Çin üçün keçərli olarmı? Əlbəttə, bu ilk bir neçə məsələdir də. Əvvəla Rusiya ictimaiyyətinə göstərir ki, müharibəsiz, Avropasız, güya dinc bir region var və biz orada istədiyimizi edirik. Bu aydındır. Bununla əlavə, bütün dünya ictimaiyyətinə göstərir ki, mən beynəlxalq hüququ tanımıram. Çünki bütün sənədlərdə beynəlxalq hüquqda Kuril adaları, Sakhalin aydındır ki, Yaponiyanın torpaqlarıdır. Ruslar zorla saxlayırlar, belə deyək. Və təbii ki, Çinin xoşuna gəlmək məsələsidir. Və sivilizasiyalar müharibəsində Rusiya-Çin cütlüyünü yaratmaq istəyilir. Əlbəttə belədir. Və bu, təbii ki, Yaponiya tərəfindən çox ciddi qəbul edildi və dönənləri xanım baş naziri də bəyanat verdi, Xarici İşlər Naziri də bəyanat verdi və dönən axşamın artıq bundan bağlı efirlər etdim. Yaponiyanın Ukraynadakı səlahiyyətli və fövqəladə səfiri istəyi ilə Ukrayna liderləri ilə öncə Təhlükəsizlik və Müdafiə Şurası ilə görüşdü. Ondan sonra deməli Nazirlər Kabinetində oldu, Xarici İşlər Naziri ilə görüşdü və Yaponiya deməli bu başıboşun bu hərəkəti ilə Yaponiya-Ukrayna münasibətləri yeni müstəviyə keçdi. Çünki Yaponiya müəyyən mənada bilirsiniz, 2-ci Dünya müharibəsini uduzan dövlətdir, onun konstitusiyasında müəyyən məhdudiyyətlər var. Yaponiya silahlı qüvvələri ölkədən xaricə getmirlər. Bundan əlavə silah sursat satışı, texnologiyalar satışında onlarda məhdudiyyətlər var idi. Amma belə görsənir ki, Putinin dünənki, nə deyim adına, dünənki hoqqabazlığından sonra, hoqqasından sonra, Yaponiya, bəli də belədir. Yəni, və Yaponiya artıq necə deyərlər, bu məhdudiyyətləri götürmək qərarına gəlir. Və təsəvvür eləyin ki, Avropa hissəsində Rusiya imperiyasının Avropa hissəsində bir gün gözə görünməyən Putin, yəni Moskvadan başqa müəyyən qapalı tədbirlərdən başqa heç yerdə olmur. Orada qorxur, orada Ukraynadan qorxduğuna görədir. Bilir ki, Sakhalinə çəkir. Bəli. Arda-arda getdi Irkutska, Irkutskdan Omska, Omskdan Ulan-Udəyə, Ulan-Udədən hara getdi? Krasnoyarska, oradan da gəldi Novosibirska, oradan da getdi, çıxdı. Yəni, Kuril adalarına. Məsələ burasındadır ki, seçkiləri də əgər heç olmazsa, biraz obyektivlik olsa, Levada mərkəzdə göstərir, digər mərkəzlər də göstərir. Həm Putinin şəxsi reytingi düşüb, həm də Yedinə Rusiyanın. Bugün Rusiyanın müharibəni udacağına Rusiyada inananların sayı 23%'dir. Təxminən əksi, tamamilə əksi Ukraynadadır. Ukraynada bizim KMIS deyilən sosioloji mərkəz var. Kiyev Universitetinin 5 professoru təsis edib. Kiyevski Международный İnstitut Sosiologiya. 59% Ukraynalı bir mənalı qələb olacağını deyirlər. 23% də yəqin qələb olacağını deyirlər. 82% Ukrayna ictimaiyyəti qələbə əhval-ruhiyyəsindədir və bir sosiologiyada lap, necə deyərlər, bütün hadisələri, bütün baş verənləri çılpaqlığı ilə ortaya qoyur. KMIS bildirir ki, sorğu keçirilərkən, yəni bu iyulun sonunda baş verən və avqustun ilk günlərindəki ballistik hücumlar oldu, bir neçə gün dalbada, ardarda.
61% Ukraynalı bildirir ki, Rusiyanın ballistikasından qorxmur. Bu həyatla barışır və Ukraynanın qələbəsinə qədər Kiyevdə yaşamaq istəyir. Yaşayacaqdır daha doğrusu. 61% Kiyev şəhərinin insanları. Və doğrudan da dönərdə biz bir tədbirdə idik. Kamran bəy, elə necə deyərlər, fərqli-fərqli strukturların insanları idi. Hamı da gilə eləyirdi Kiyevdəki tıxaçlardan, Kiyevə insanların çoxlu qayıtmasından, valla düzü bilmirəm, indi məktəb açılması ərəfəsidir. Kiyevdə miqrasiya idarələrinə düşmək olmur, qiymətlər bahadır, elə həm, belə deyək, daşınmaz əmlaklar da bahadır. Elə bir tamam Avropalaşıb ki, Ukrayna və təbii ki, mağazalarda qiymətlər də bahadır. Yəni, bunu da gizlətməyə ehtiyac yoxdur. Sizin bu dedikləriniz çox önəmlidir Elxan bəy, çox önəmlidir. Çünki belə bir təəssürat, mən Rusiyanın təbliğatı nəticəsində və buradakı taxtabaşların hava yerləməsinin nəticəsində belə bir təəssürat yaranıb ki, Ukrayna yoxdur, Kiyev yoxdur, hər yeri dağıdıblar. Orada sadəcə bir dənə ancaq bunkerdə oturan Zelenski var, amma siz deyirsiniz küçələrdə tıxac və ümumiyyətlə qiymətlər qalxmalıdır. Restoranlarda yeri yoxdur. Allahın da olsun yeri yoxdur. Allah haqqı yeri yoxdur. Gərək tanışlara deyəsən, dostlara deyəsən. Ya tanış, nə deyirlər onlara, restoran sahiblərinə zəng eləyirsən ki, mən orada qonağım olacaq filan şey, bizə yer saxlayın. Təbii ki, bunlar hamısı təbliğatdır, Rusiyanın təbliğatıdır. Heç nə dəyişməyib. Bilirsiniz, tez-tez məndən soruşurlar, nə baş verir axı Ukraynada? Müəyyən bir hədd var, müharibədə olanlar bilirlər bu psixologiyanı. Əlbəttə, istənilən, düşünə bilən canlı, yəni lap belə uzaq olsun da, heç insan olmasın, o bir canlılara aid olsun. Qorxu hissi hamıda var. Amma müəyyən bir həyat yaşayandan sonra qorxu hissi gedir, keçir. Və buna stoiklər deyirlər, bilirsiniz, belə bir keçmişdə uzun illər bundan öncə, belə bir nə deyirlər, teçeniya, belə bir axım var. Onlar deyirlər, taleyini sevənlər. Latınca buna deyirlər, amorfatiya. Yəni, taleyi sevmək. Yəni, mən Kiyevdə yaşayıram, vətənimi qoruyuram və ölməyə hazıram. İnsanlar bu günləri belə yaşayırlar. Nə bilim, istəsəz, mən deyim, sizin kanal üçün dostlarımız çəksinlər. Raketlər uçur, görürsən, gənc canalar, Kalyaskayan uşağın yelli qulağına da girmiş. Yəni ki, hamı aid deyil, təbii ki, əlbəttə qorxanlar da var. Amma insan çoxdur və çoxdan da çoxdur. Və kim inanmırsa, götürsün miqrasiya idarəsindən zəng eləsin. Görək, haçan düşə bilir miqrasiya idarəsi? Burada bir fərq də var Elxan bəy, açığı deyək sizə. Çünki indi Rusiya müharibəni əslində içəridə hiss eləmirdi. Təzə başlayıblar hiss eləməyə də. Ukrayna artıq 5-ci ildir ki, müharibəni hiss eləyir. Ona görə onlar elə əvvəldən də. Amma Ukraynadan Rusiyada olan videolar yoxdur. Yəni ağlaşma da orada. Orada kişilər ağlayır, qadınlar ağlayır, hamı ağlayır, küçədə ağlayırlar və görünən də odur ki, bax, indi Krımdan ayrıca danışacağıq, amma Krımdan başqa da Tümendə su yoxdur. Tümendə kranda açırlar kanalizasiya. Novorossiyskdə yox, düzdür, yadıma açıq demədim. Novorossiyskdə fövqəladə vəziyyətdir 3-cü gün. Və orada da su yoxdur, işıq da yoxdur, su da yoxdur. Novorossiysk ümumiyyətlə 260 min, bəli. Ölənlərin sayı desən çoxdur. Siz 3 nəfər dediniz, amma ruslar desən başqa şey deyirlər. Onlar yalan danışırlar. 90 nəfər yaralı idi. Bilirsiniz, indi yaralıların da fərqli yaralıdır. Yaralı var, indi hamısı yaralı adlanır. Eləsi var, ölüm ayağında yaralıdır. Hələ nəfəsi geyib gəlir, necə deyərlər. Eləsi də var ki, yüngül yaralıdır. 90% yaralanmışdı. Yəni, mən onları deyirəm. Hələ onların içində ölənlər də bir 10-15 nəfər deyən ki, ölürlər. Təbii də, indi hansısa dərəcələr var da, orada yaralılıq. Elxan bəy, Novorossiysk barəsində siz özünüz dediniz, yəni Vens barəsində, amma Vens də oradan da Zelenskiyə zəng edib Novorossiyskın vurulmamağını indi tələb də deyə bilərik, xahiş də deyə bilərik, cürbəcür deyə bilərik. Yəqin ki, 4 il bundan əvvəl tələb olardı o. Amma indi artıq o tələb eləməyə də fundamental bir gücün olsun və Amerika düzdür, güclü ölkədə, amma vəziyyət dəyişilib, açığı deyə belə. Amma Zelenskiyə zəngdən sonra, bax orada bir məqam var, istəyirəm onu bir balaca, bir siyasi məqamdır deyənə, onu biraz açıqlayasınız bizim üçün. Zelenskiyə Vensin zəngindən sonra, doğrudan da Novorossiyskə bir neçə gündür heç bir ateş falan yox idi. Amma Türkiyə ilə danışıq oldu, Ukrayna Türkiyə ilə danışıqlar oldu, həmən bu ərəfədə, Vensin zəngindən sonra. Türkiyə ümumiyyətlə raket verilməyə söz verib, mən necə olacaq onu da siz deyərsiniz. Türkiyə deyərəm mən. Amerikadan gözləyirdilər raketi,
Avropadan Taurus'da gözləyirlər. Almaniyaca danışır, bütün günü danışır. Putin də hətta əleyhinə kəskin danışmağa başlayıb, amma o Taurus'un biri də hələ gəlməyib Ukraynaya. Türkiyə gözlənilmədən, çünki Türkiyə raket devləti deyil də, indi başlayırlar, təzə başlayırlar istehsal eləməyə. Amma raketi istehsal edib bir həftə saxlamaq üçün istehsal eləmirsən ki, təbii ki, harası satmalısan. Amma buna cəsarət lazımdır. Bu Türkiyə cəsarəti göstərir və Ukrayna o raketləri vurulur və Türkiyə ilə danışıqlardan sonra Novorossiysk vurulur. Bu Vensin, amma siz deyirsiniz ki, kəşfiyyat orada məlumatlarını Amerika verib. Bu Vensin xahişini sözlü yerə salmaqdır. Türkiyə ilə birlikdə əksinə düşünülüb Novorossiysk, Qaradəniz, çünki Türkiyə çox aiddir. Novorossiysk vurulmasıdır. Yoxsa bu təəssürat belədir, qıraqdan sadəcə belə, təsadüfdür, belə görünür. Bunların bilirsiniz, özülündə duran məsələ ondan ibarətdir ki, nə Amerika Birləşmiş Ştatlarının, nə də, belə deyək də, Amerika Birləşmiş Ştatlarının Ukraynaya təsir imkanı yoxdur. Heç Rusiyaya təsir imkanı yoxdur. Amerika Birləşmiş Ştatları axı Ukraynaya neyinir? Əvvəlki hökumət, yəni demokratların Biden hakimiyyəti dövrü çay qaşığı ilə aydındır ki, bizə necə deyirlər, sağ qalmaq üçün, o necə ki, xəstəyə nə bilim nəsə verirlər, bu belə bir şey idi. Pipetka var, belə yanındadır. Hə, pipetka ilə, bəli. Bəli. İndiki hakimiyyət isə Trump Ağ Evi, Dövlət Departamenti isə hər şeyi satır. Və özü satmır axı, Trump silah düzəldir. Transmilli korporasiyalar, silah korporasiyalar. Onun da pulu artıqlaması ilə verilir. Və Trump'ın yalandan ki, Ukraynaya 300-350 milyard dollar pul verilib, təbii ki, gözünün içinə də yalan deyir. Ukraynaya verilən ümumi ilk dəfə açan başlayıb 2022-ci ilin may ayından, yəni kütləvidən danışıram. 182 milyard dollar Amerika Birləşmiş Ştatları üst-üstə Ukraynaya pul ayırıb. Və bunun 60%. 60% nə qədər eləyir? Təxminən 110 milyard eləyir. Yox, daha çox eləyir bəlkə də. 48, bəli. 60%-dən yuxarı 110 milyard dolları Amerika Birləşmiş Ştatlarının silah korporasiyalarına verilib. Və Amerikada iş yerləri açılıb və vergilər ödəyirlər və filan. Ukrayna mövcudluq müharibəsi aparır. Sən Ankarada 7-si, ayın 7-si, yılın 7-si deyirsən ki, Ukrayna verəcək ballistik raketlərin, lisenziyaların hazırlasınlar. Əlbəttə, Ukrayna çox yaxşı başa düşür ki, ballistik raketləri hazırlamaq, yəni Patriotların antiballistikasını hazırlamaq belə asan məsələ deyil. Mən mütəxəssis olaraq bildirirəm, yəni bu açıq mənbələrdə də var. 425 müəssisənin məhsulundan istifadə edilir. Çox ağır bir texnologiyadır, təbii ki, belədir. Və əlbəttə ki, Ukrayna bunu öz ərazisinə edərsə, müəyyən risklərə təbii ki, səbəb ola bilər. Yəni, bombalana bilər, çox şeylər ola bilər, oğurlana bilər, bilirsiniz. Yəni, 100 illərdə, hər halda son 300 ildə Rusiya öz kəşfiyyat orqanlarını Ukraynaya necə inteqrasiya edibsə, elə hələ də belə deyək, təmizləyib qutarmaq belə asan məsələ deyil. Axı, oxşar dillərdir, Ukrayna köynəyincə yeyir, Ukrayna mahnısını oxuyur, nə bilirsən bu hara işləyir. Belə də, yəni bu faktdır. Yəni bizim əgər məişətimizə girə bilməyiblərsə, bizim gündəlik həyatımıza sona qədər girə bilmirlərsə, hətta bizim aralarımızda, bizim xalqlarımızın arasında Rusbaşlar çoxdursa, deməli, təsəvvür edin ki, Ukrayna nə qədər yerləşdiriliblər zamanda, əsrlərlə, 10 illərlə, 100 illərlə yerləşdiriblər. Və əlbəttə ki, Ukrayna mövcudluq müharibəsi aparır. Əgər sən mənə bunu deyirsən, sonra da mənə pis vəziyyətə salırsın, deyirsən, yox, ballistikanı verə bilmərəm, çünki onun texnologiyaları şeyə düşər, ələ keçər filan olar. Almaniya verirsən amma bunu, düzdür, Almaniya verdiyi lisenziyanın həcmi çox kiçikdir. Dünyada iki ölkə Amerika Birləşmiş Ştatlarından sonra, belə deyək, onun texnologiyaları ilə, onun lisenziyaları ilə Patriot raketləri hazırlayır. Amma bir şey bilmək var, o Yaponiyadır və Almaniya Federativ Respublikasıdır. Bir şey bilmək lazımdır. Dünyada güllənin, mərminin sayı zirehli geyimdən çoxdur. Dəbilqənin sayından çoxdur. Dünyada ballistik raketlərin sayı antiballistikadan yüzlərlə dəfə çoxdur. Bu aydındır. Yəni, hücum silahları həmişə müdafiə silahlarından yüzlərlə dəfə çox olur. Və biz başa düşürük ki, belədir. Amma axı söhbət bu gündən getmir. Bu gün necə deyirlər, məsələlər açılır. Və Ukrayna bu gün istəyir antiballistikanı. Əgər 3 il, 4 il bundan öncə müharibə başlayanda sansıza bir formada
onların istehsalını Avropa Birliyi ilə bir yerdə etsəydiniz. Əlbəttə ki, bu günləri Putin belə terror aktlarına nə bilim, əməl edə bilməzdi axıra qədər. Budur məsələ. Və Ukrayna mövcudluq müharibəsi aparır. Və Ukrayna mövcudluq müharibəsi aparanda sən məndən xahiş edirsən ki, mənim bizim, nə bilim, o transmilli korporasiyaların, Chevron'un, Exxon Mobil'in paylarına, xəttinə toxunmuyor. Yəni ki, Amerika iqtisadiyyatına təsir edir. Əgər bizim ölkəmiz əldən gedirsə, bizim dinc insanlarımız əldən gedirsə, necə deyərlər, istəmirəm ağır ifadə edəyəm, sizin Xəzər boru kəmərinizə də, sizin Chevron'unuza da, sizin Exxon Mobil'inizə də. Yəni, Ukraynanın dediyi bundan ibarətdir. Etmək edərlər. Kömək edirsən, kişi kimi kömək elə, necə deyərlər, sona qədər. Yoxsa bir gün belə deyirsən, bir gün nə bilim, Ankarada dedin ki, hə, texnologiyaları verirəm, bütün hamı da sevindi, başladılar konsorsiyumlar qurmağa, müştərək müəssisələr, hə, Polşada istehsal edək, yaxud adını siz deyin, Almaniya Federativ Respublikasında artıq bununla bağlı müəyyən, belə deyək, müştərək qurumlar, konsorsiyumlar, konstruktor büroları, bu asan məsələ deyil. Bu, onun sınaqların keçirmə, hər detalın sınağını keçirmə, bunlar aylarla vaxt aparır. Bunları kodlaşdırmaq, yəni çətin məsələlərdir. Və birdən-birə deyirsən ki, yox, yəni bunu edə bilmərik. Nədir səbəb? Səbəb onlardan hətta biri də bundan ibarətdir ki, Ukrayna konstruktorları, mühəndisləri ora yeniliklər əlavə edə bilərlər. Amma Amerikanlar, orada xəbər gəlib çatdı ki, əgər biz icazə versək, Amerikada mətbuata belə bir xəbər çatdı ki, onlar tez bir surətdə bizdən də yaxşı düzəldəcəklər bu raketləri. Bəli. Ötə bilərik. Bəli. Ucuz başa gələcək və Amerikanın... Orada qapalı texnologiyalar var ki, onlar Ukraynada yoxdur. Amma mən necə deyim də, bilirsiniz, fundamental elmlərin araşdırılmasında axı bizim mühəndislər, biz də, yəni siz, biz hamımıza, burada biz izləyənlərdən danışırıq. Biz universal mühəndislərik də. Biz, məsələn, avtomobil motorunu söküb yığa da bilirik, yaxud nanotexnologiyalardan da biraz başımız çıxır. Məsələn, mən elektron cihazları da, radioelektronikanı bitirmişəm. Bizə 12 növ cihazlar öyrəndirdilər. Kvant cihazları, nə bilim, adını siz deyin. Nələr, lampalı cihazlar, yarım keçici cihazlar, filan, hamısından, hərəsindən biliklər var. Belə demək istəyirəm ki, bizim mütəxəssislər, Ukrayna mütəxəssislər, həm də məktəb var. Daha universaldılar. Mühəndis, yəni konstruktor bürolarımızda o qədər ağıllı və seçilmiş, təbii bu seçmədiyə, necə deyərlər, kim daha yaxşıdır, kim daha ağıllıdır. Məsələn, bizim starostamız var, biz hamımızdan indiyə qədər də qulaq asırıq. Çünki hamımızdan, belə deyək, texniki bilikləri yüksəkdir. Və aparıcı hərbi zavodların birinin uzun müddət baş mühəndisi idi. İndi də belə deyək, orduya, yəni bir yerdə hamımız kömək eləyir. Və bilirik ki, onun dediyi ilə biz müəyyən mənada razılaşmalıyıq. Çünki bu kişi, belə deyək, sadə mühəndislikdən gəlib o boyda gigantın, o boyda nəhəngin baş mühəndisi olub. Yəni, bütün mərhələləri keçib. Onu demək istəyirəm ki, Amerika Birləşmiş Ştatları ştamp edir də, yəni robotlar bunu peçatlayırlar, hazır texnologiyadır, necə ki avtomobili, belə deyək, gündə Çin 76 saniyə bir aeromobil, nə deyirlər ona, elektromobil istehsal edir, hər 76 saniyə. Demək, və təbii ki, Ukrayna müharibənin gedişində korrektələr edə bilir. Necə ki, bu dron istehsalı, əlbəttə ki, dron Ukraynanın tapıntısı deyil axı. Dron Ukraynanın fikirləşib birinci ərsəyə gətirdiyi deyil. Sadəcə olaraq onu çox mühüm təkmilləşdirə bilib, çox dəfələrlə təkmilləşdirə bilib və o dronun ilk dəfə, beləcə deyirlər, yaradanları gözləmirdilər ki, məsələn, bu qədər onu təkmilləşdirmək mümkündür. Çünki elmdə axı limit yoxdur da, yəni nə qədər yeniləşdirə bilərsən, nə qədər artıra bilərsən, bu artıq istəkdən asılıdır. Bacarıqdan asılıdır, məktəbdən asılıdır, konstruktorlardan asılıdır. Əlbəttə, belə bir nigarançılıq da var ki, təbii ki, Ukrayna texnoloji mənada o cümlədən və inşallah belə də olacaq, yəni biləsiniz bunu, sadəcə vaxt yoxdur, vaxt çatmır. Əlbəttə, Ukrayna öz ballistikasını quracaq və mən əziz izləyicilərdən xahiş edirəm, bir daha bəyənin paylaşın, həm də girin Politico'nun bugünkü baş məqaləsini oxuyun.
Ukrayna yaxın zamanlarda bir neçə modifikasiyada öz ballistikasına sahib olacaq. Mən bilirəm axı sınaqlar keçirilir. Ukraynanın 12-14 dənə ballistikası var. Sadəcə olaraq məsələn bu ballistikalar Bunlar hücum raketləridir, mən belə güman edirəm. Əlbəttə ki, stratosferiya. Ballistika nə deyir? Ballistika dik qalxır göyə. Dik. Stratosferiyada uçur, heç kəs görmür və istədiyi yerə dikdə düşür. Onu vurmaq mümkündür demək olar ki. Onu vurmaq mümkün deyildi. Əlbəttə, raketlər necə vurulur? Üzr istəyirəm də bağışlayın, də bunu izah eləmək istəyirəm. Raketlər üç cürə vurulur da. Ya kəllə-kəlləyə vurursan, ya yandan vurursan, ya da arxasına düşürsən, sənin zenit raket kompleksin ondan sürətlidirsə, arxadan çatdırsın. Üç cürə vurulur. Amma nöqtəni, dik düşən nöqtəni vurmaq təbii ki, çox böyük problemdir. Ballistika budur da. Yəni, ballistika nə deməkdir ki? Və bu günləri Ukraynanın politikada yazır. Burada bir sir də yoxdur. Ukraynanın Firepoint'in baş konstruktoru da deyir, icraçı direktoru xanım İrina Terexi də deyir ki, yəni biz özdə mühərriklərin ancaq da içərisinin Naçinka filan hər şey hazırdır. Uçuş məsafəsini artırmaq, lokatorların tutmasını azaltmaq və yük daşımasını artırmaq. Məsafəni artırmaq, yük daşımasını artırmaq və Rus lokatorlarından qaçmaq. Yəni, budur bu günləri təkmilləşdirilən bundan ibarətdir. Ona görə vermirsən, bilirsiniz, həmişə belə olub da, əgər 2-ci Dünya müharibəsi olmasaydı, mən sizə əmin edirəm ki, nüvə texnologiyaları, atom bombası yəqin ki, 60-cı, 70-ci illərə qədər uzanacaqdı. Və bu günləri Ukrayna məcbur 24/7 Allah haqqı deyirəm, gecə saat 3-də görürsən ki, nə bilim, kimsə də Jolti Vododa, məsələn, tələbə yoldaşım var, Dnepropetrovskda yazır. Mən filan yerdə filan cihaz tapdım. Başlayırlar diskussiya eləməyə. Bizim öz çatımızı deyirəm. 24/7 bir şey ki, Ukrayna elmi tərəqqi və innovasiya üzərində işləyir. Və həm məktəb var, həm kadr var, həm istək var. Sovet dönemində də bütün kosmik icadlar Tsiolkovski'da, Korolyov da hamısı Ukraynalı idi. Əlbəttə ki, bəli, Sikorski helikopterlərin, onu da girib Google'da yazsınlar, helikopterlərin atası. O yerdən dik qalxanlar var, onların hamısını, texnologiyaların hamısı onun adına bizdə Ukraynada universitetdə verdilər. Sözüm burasındadır ki, əlbəttə Ukrayna bu mənada önə çıxa bilir. Axı bu transmilli korporasiyalar ki var, aydındır da silah satışı dünyanın ən pullu sahəsidir. Ən böyük maliyyələr gətirən sahədir. Və qısqanclıq deməzdim bəlkə də, sadəcə olaraq, yəni kim istəyir onun bazarına kimsə yenisi girsə. Bizim əlimizin altında ol, texnologiyaları ver bizə, bizlə bir yerdə işlə, bizlə bir yerdə müəssisə quraq, amma kontrol paket səndə olmaz. Bizim yanımızda ol, biz istədiyimiz qədər bizə kömək et, ad da bizimki olsun, yəni korporasiya da bizimki olsun. Yəni kontrol dediyim kimi, yəni nəzarət paketi də bizdə olsun. Təxminən istək bundan ibarətdir. Ona görə, amma Avropalılar da bu mənada, bilirsiniz, ümumi o bir psixoloji bir məqam var ya Avropada. İnsanlar öyrənirlər sosial yardımlara filan və həmişə mən misal çəkirəm, son bir neçə efirdə, öz efirimizdə demişəm. İkinci Dünya müharibəsindən sonra, Potsdam razılaşmalarından sonra Almaniya Federativ Respublikası ölkədən kənarda yenə də silahlı qüvvələr saxlaya bilməzdi. Bunun üstündən adladılar, konstitusiyonu dəyişdilər, keçən il mart ayı bilirsiniz. Merç hakimiyyətə gəlməzdən öncə, çünki təqdimat oldu may ayı, aprelin sonu. Konstitusiyonu dəyişdilər, razılaşdılar, Zelenoların, Yaşıllar Partiyası filan, hamısı razılaşdı ki, Almaniya Baltikanı ölkələrlə, həm də qohumluq, nə bilim, nəsə, milli maraqlar filan, Baltikanı Latviyaya 5000 kontingent göndərsin. Bu günə qədər də 2400 nəfər kontingent göndərir. Almaniya silahlı qüvvələrində xüsusi təyinatlarda xidmət təxminən 8000 avrodur. Bir ay, əmək haqqı. Adam tapa bilmirlər. Niyə? Deyək ki, mən nə risk edirəm, 3000-5000 avro alıram da. Belədir, bilirsiniz, o milli patriotik məsələlər pozulub da, belə deyək, necə deyim onu, yayılı belə bilirsiniz, siz indi bizə baxmayın.
Azərbaycan xalqı, məsələn, Qarabağla bağlı uşaq, böyük, qadın, nə bilim, kişi, pensioner, nə bilim, hamı qalxdı bizdən bir ayağa ki, o, bura mənim vətənimdir. Mən vətənimin müdafiəsi üçün ölməyə gedirəm. Yəni, bizim gözümüzün qarşısında oldu da bunlar hamısı. Hər kəs nəyi bacardı, onu etdi. Bu günləri maraqlar var. Məsələn, iyul ayında Ruslar ən çox sıxılmış qaz satıblar Avropaya. Bu ilin göstərir. Yanvarın 1-dən. Sonuncu bir ayda ən çox sıxılmış qaz satıblar. Belə deyək də, bu dəllallar, işbazlar, alverçilər filanlar müəyyən mənada cəmiyyətlər hansısa bir minimumla, sosial qarantiyalarla təmin edilirlər və bu sosial qarantiyalarla təmin edilmiş cəmiyyət böyük hadisələrə qarışmaq istəmir. Ciddi hadisələrə, prinsipial hadisələrə qarışmaq istəmir. Hamısına aid deyil təbii ki. Cəmiyyətlərdə də bir 10-15% təbii ki, həmişə var ki, belə deyək, aktivdir, izləyə bilir. İndi o liderlərin, necə deyirlər, bacarığından asır. Bütün cəmiyyətlər belədir də, 15% bir paçka peçeniyə görə vətənini satar. 15% vətən üçün ölümə gedir. Bəli. Bütün cəmiyyətdə, yerdə qalan 70% də liderlərin xarakterinə, medianın davranışından, parlamentin hərəkətlərindən, nə bilim, nəsə də bunların hamısının bir o kompleks yanaşmasından asılı olaraq o yerdə qalan kütlədir. Aydındır ki, 70% kütlədir. Müəyyən edilmir, edə bilmir özünü, amma o da düşür təbii ki, təsirlər altına. Heç yer yoxdur, Amerikada Reagan yoxdur, nə bilim, hətta Almaniyada aparıcı Adenauer yoxdur və digərləri yoxdur. Elə-belə gəlirlər müvəqqəti, seçiciləri itirməyək, Rusiya hərdən bir nüvə dubinkası ilə yalandan Medvedevə söz verirlər, orada danışır. O, seçiciləri itirməyək, yox, seçiciləri itirməyək, ona görə yox, biz qarışmırıq, biz müharibədə yoxuq. Biz sadəcə olaraq kömək eləyirik Avropanın təhlükəsizliyi naminə. Bu yaxşı hərəkət deyil. Bütün ağırlıq belə deyək, Ukraynanın üzərindədir. Çox şükür ki, Ukraynada da bu mənada dözümlü əmsalı çox yüksəkdir. Həddən artıq yüksəkdir və bilirsiniz, deyir, belə bir ifadə var. Xalqlar mübarizələrdə, belə deyirlər, bu bilirsiniz də, ruda, torpaqdan düzəlir də polad. Bəli. Ərdirsə polad olur da. Polad torpaq yananda polad olur. Xalq da, millət olur, mübariz olur o zaman ki, düşmənin tanıyır, şərlə vuruşur. Bu gün Ukraynada baş verən bundan ibarətdir. Qərbə göstəricidir. Elxan bəy, Məhəmməd Akif Ərsoyun sözü elə odur da, bayraqları bayraq edən üstündəki qandır, vatan uğrunda ölən varsa, ya torpaq uğrunda ölən varsa vatandır. Böyük göstəricidir. 61% umuşlenli, yəni bilərəkdən ölümü seçir. Kiyev şəhərində 61% deyir ki, mən ballistikadan qorxmuram. Halbuki ballistikadan gizlənmək mümkün deyil də, faktiki gizlənmək mümkün. Düz deyil, gedib metroda yaşayarsan da oradan çölə çıxmazsın. Bu başqa məsələdir. Tutaq ki, yerin altında 30-50 metrəyə aşağıda yaşayarsan. Amma bu da mümkün deyil. 61% bilərəkdən ölümü seçir. Və bu, Rusiyanın uduzması bu deyə səbəb bundan ibarətdir. Milli iradə var, milli bacarıq var və döyüşkən ordu var. Nə olsun ki, sayı azdır Rusiya ordusundan 1,8 dəfə, az qala 2 dəfə azdır. Amma keyfiyyət var. 300 Spartan necə döyüşürdü? Bu da var da, yəni bunlar hamısı göstəricilərdir. Çox təəssüf olsun. Əlbəttə ki, Avropalılar daha onurğalı, daha bacarıqlı olsaydılar, yəni necə deyim mən sizə? Yəni bu elektoral hakimiyyətlərdə bunlar seçicilərlə hesablaşmağa məcburdular ki, ciddi o riski deyirlər, belə şiddətli hərəkət etməyi bacarmırlar. Orada bir səbəb də var Elxan bəy. Siz təbii ki, belə daha diplomatik və daha belə klişelərə uyğun olan ifadələr seçirsiniz. Amma orada belə bir trend də var. Siyasətdə qorxaq adamlar daha çox uğur qazanırlar. Ne üçün? Çünki 2-ci Dünya müharibəsindən sonra Avropada belə bir düzdür, yanlış, təbii yanlış belə düşüncə əmələ gəlib ki, siyasətdə olan adam o çılğın olmamalıdır. O bilirsiniz danışıqlarında hökmən belə ən zəif belə hansı sözləri, terminləri işlətməlidir. Ümumiyyətlə isə
seçicilərin düşüncəsində, seçicilərin daha çox marağını bu Avropada bu günlərin trendi bu. Yəni baxın, nəinki dövlət başına gələnlər Churchill deyirlər, Reagan deyirlər, Thatcher deyirlər, filan bunlar deyirlər. Biz onların üz var, xarici üz var. O üz küçədə görsək onları tanımarıq. Məsəl üçün İngiltərənin baş naziri Starmer var idi. Mən onun hardasa bir 3-4 aya ancaq soyadını əzbərlədim özüm üçün. İngiltərənin baş naziri soyadı. Veriş aparanda yadıma düşmürdü onun soyadı. Və üzündən də bu dəqiqə Starmeri göstərsələr, mən onu tanımayacağım. Yəni ki, o da xarizma üzə də çıxır da, iç üzə yansıyır. Və yaxud da elə digərlər də eynən. Ben Elxan bəy, gəlin Krımdan biraz danışaq, əgər narazı deyilsinizsə, etirazınız yoxsa. Baxın, çünki Krımdan elə kadrlar gəlir ki, yəni 20 gündə orada işıq yoxdur. Novorosiyskdə indi vurulub, hələ 1-2 gündə də, 3 gündə işıq yoxdur. Orada 20 gündür. Birazdan bir ay keçəcək, işıq yoxdur, su yoxdur. Mağazalarda qıtlıq var artıq. Sonra, hətta mən bir kadra baxdım, bir litri 50 dollara. Bir litri, siz Azad bəyə göndərərsiniz o videoları, biz mütləq proqramımızı göstərəcəyik. Göndərərəm. Bəli. 50 dollara, 1 litri 50 dollara adam benzin tapa bilmiyor, oradan qaçmaq üçün. Düz o axmaq adam niyə ora getmişdi, amma qaçanda biraz ağlı işləyib ki, qaçmaq istəyib. Axırı öz mini avtobusunu 800 dollara satıb, hansısa qayığa minib oradan çıxa bilib. Yəni bu kolapsdır Krımın içində. Rusiya mətbuatı yada salmır onu, çünki Putin ən ağırlı yerdə qabaq ancaq Krımdan danışardılar, gedərdilər oraya, gələrdilər tez-tez körpünün üstündən. Bu Krımdakı vəziyyət sizcə Rusiyanın aqibətinə təsir eləyəcəkmi və bundan sonra orada Krıma Rusiya yardım edə biləcəkmi, yoxsa vəziyyət daha da ağırlaşacaq? Yox, yardım eləmə imkanı yoxdur axı. Necə eləsin yardımı? Əvvəla da oradan da 2 hissədən ibarət olaraq Ukrayna Silahlı Qüvvələri, pilot uçuş aparatı. Hələ maliyyə danışacağım sizə, yəni orada bizim üçün imkanlar çoxdur. Həm Taganrog, Mariupol yoluna, belə deyək, nisbətən, qismən nəzarət edilir. Amma Mariupoldan Cankoya qədər olan yol demək ki, Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Pilot uçuş aparatları sistemindən. Yüzlərlə çəkiliş var, yüzlərlə. Və iş verə çatıb ki, dönənləri Solovyov, Krımlılar oradan dəvət eləmişdi ki, qoşulmuşlar birbaşa efirə, onları ələ salırdı. Deyək, kirpi saxlayın, kirpi yiyəsiz bu il. Çünki ət olmayacaq. Yoxdur, boğaz kəsilib. Çonqar bağlı, Çaplinka bağlı, şimaldan yol kəsilib. Cənubda bir balaca həyəcan siqnalı olan kimi körpü bağlanır. Onsuz da körpü, yəni Kerç körpüsü, Krım körpüsü, Krımın təchizatının cəmi 20%-ni ödəyə bilir. Bəli. Krım Ermənistan boyda bir yerdir. 29 min kvadrat kilometrdə, o adalarla bir yerdə. Faros filan hamısı bir yerdə 29 min kvadrat kilometrə yaxındır. Məsələ burasındadır ki, Ukrayna hələ tam gücü ilə Krımı vurmur. Sırağa gün Robert Brovdi bildirdi ki, Krımı biz 14% maliyyə ilə vururuq. Yəni, bütün gücümüzün 14%-ini hələ həsr eləyirik, bəs eləyir də. Krım Rusiya necə ki, ermənilər zamanında Şuşi deyib, uşaqlarına da Şuşa adı qoyublar. Mən belə şeydə gördüm. Yəni, qız adları var. Şuşanik var, Şuşanik var belə. Hə, Şuşanik, Şuşa. Yox, son vaxtlar Şuşa da qoyublar. Deməli, o qədər sakrallaşdırmışdılar ki, və siz demişəm, birdən-birə görürsünüz, dönər Solovyov ələ salır. Ki, özünüz deyil mübarizə aparında, yoxsa kirpi yiyəsiz. Kirpi əti deyil yiyəsiz. Yoxdur da, ərzaq əlbəttə getdikcə azalır. Yox, özünüz mübarizə aparın məsələsi əladır. Sən gəl oranı al, sonra onlara denək ki, biz siz... Medvedev də o vaxt elə dedi də, dedi ki, nə də dedi? Orada pul yoxdur, denik ne dirjitiz? Dirjitiz, hə, özünüzü belə sıxın, saxlayın. Nəyin sıxın saxlasın? Krım 20 neçə il Ukraynanın, müstəqil Ukraynanın tərkibində olub. Mənim gözümün qarşısında olub, bizim kanalımızda süjetlər də var. Mən regular görüşürəm Yushchenkolar ailəsinə, regular. Həftədə bir dəfə, 2 dəfə qonşuyuq, dost. O zaman o deyildi ki, Krım bizə Ukraynadan ayrılmamaq üçün biz onlardan vergi almırdıq. Krım depressiv regiondur, depressiv. Krımı saxlamaq üçün 2 milyard dollar əlavə pul verməlisin. Krımın nəyi var axı? O olan kurortlar, sanatoriyalar hamısı fərdidir. Keçmişdə beynimizdə qalıb, Yalta, Aluşda, nə bilim, filan yer, Saki, filan. Hamısı özəldir. Bəyində turist də yoxdur axı. Hamıda vergilərdən yayınır. Bəli.
Bu Krım elə danışırlar ki, güya Krım belə bir dünyanın elə belə əlbəttə aydındır. Cənub YBK deyirlər, Yujno Bereg Krıma. Dəniz havası ilə dağ havasının qovuşduğu yerdir. Əlbəttə elədir. Amma Krımın 70% yovşanlıqdır, şoran torpaqdır. Krımda nə bitir ki? Krımda bitən taxılı, üzr istəyirəm, siz də bağışlayınca əyri tamaşaçılarda heyvana vermək olar. Ondan heç, belə deyək də, klekavinası yoxdur axı. Onu heç istifadə eləmək olmur ki. Sözün burasındadır ki, Krımda içməyə su yox. Krımda bir, nə bilim, neft, qaz, mədəni filan şey. Krıma hər şey gətirilir. Və bu günlər Ukrayna etdiyi ondan ibarət oldu ki, Krım yarımadadan adaya çevrilib. Faktiki. Və əgər Kerç körpüsü vurulmursa, mən bunu dəfələrlə demişəm, bir daha deyirəm, sinifirdə də gərək ki demişəm. Laçın dəhlizinin funksiyasını həyata keçir. Hələ 92-ci ildə mən şəxsən əməliyyatlarda ərazi müdafiə qərargahının rəhbəri kimi gedənlərə dəyməyin, amma gələnləri vurun. Gələni vurun. Krıma gələni vurmalısan, gedənə dəyməməlisən. 2 milyon insanı öldürə bilməzsən ki, 2 milyona yaxın Krımda əhali yaşayır. Aydındır, bunun yarım milyonu, 1 milyonu Krım tatarları ilə Ukraynalılar və düşünə bilən ruslardır. Orada düşünə bilən ruslar da var. Çünki Səs biraz azaldı. Azad bəy, səs azalıb. Bir də baxın, görün Elxan bəy səsi biraz azalıb. Buyurun Elxan bəy, buyurun. Demək istəyirəm ki, müstəqil Ukraynada, demokratik Ukraynada yaşayan Krım, Rus gəncləri də hətta başa düşmürlər ruslar. Nə baş verir Krımda? Bu necə Krımdır ki, bu necə turist zonasıdır ki, sənə, nə bilim, 20 litr benzin verirlər, onda gələk 4 saat gözləyəsən. Və ikinci dalğa gəldi, benzin qıtlığı dalğası artıq başlayıb. Mən sizə dedim bayaqlar gərək ki. Volqogradda, Lipetskdə, Orenburgda talonla, strogi po taloniya qubernatorluq verir. Bilirsiniz, vilayət hakimiyyəti talon yazır. Görün nə günə qalıb. Sovet vaxtı valla belə deyildi. Sovet vaxtı jek verirdi. Qadca gəlir, yağ talonu verirdilər, nə talonlar verirdilər. Benzin yox idi, amma yağ talonu vardı yadımdadır. O belə uzamış benzin yox idi. Benzin Sovetlər Birliyində o vaxtdakı 74-cü ildən başlayıb da SSR ciddi eksporta başlamışdı. O vaxta qədər benzin su qiymətinə idi təbii ki. Deməli, yanacaqlar. Və Krımı təbii ki, yaxşı işini gözləmir. Yaxşı heçini gözləmir və inandırım sizi Krımdan əlin üzüb. Rusiya mərkəzi hakimiyyəti bunu deyə bilmir. Əlin üzüb. O gözəl başa düşür ki, yarımadanı olub. Bilirsiniz, burada baxın bir sir yoxdur. Siciliya belə alınıb İtaliyada, Korsika belədir. Nə bilim, Krım belədir. Bir dəfə olmayıb ki, 100 dəfə olub. Yolun bağlayırsan, heç nəyi yoxdur. Nə deyir? Ağ bayraq qaldırır da. Nə deməlidir ki, başqa əlacı var. Deniçin baron Vrangi nətər getdi, Krımdan necə çıxdı? Lojistik yollar bağlandı, vəssalam. Bəli, Britaniya hökumətinə müraciət etdi, kraliçə bu vaxtına müraciət elədi, gəmilər göndərdilər. Hani yenə də namərd şeylər, bolşeviklər gedən gəmiləri də topla vurdular. Bununla bağlı da bilir, sənədlər çoxdur. 23-cü ildə, 24-cü ildə. Yəni, Krımın taleyi budur. Krımda yaxşı nə ola bilər ki? Hardan ola bilər? Nəyini, Krım nəyi istehsal edir? Krımın hansı bir brendi var? Yəni, nəyi var axı Krımın? Krımı biz tanıyım, mən Krımı ovcumun içi kimi tanıyım. Heç nəyi də yoxdur, heç nə. Heç pulun olsun, gəl orada. Özdə qiymətlər də, məsələn, Ukraynalılar son illə Krıma getmirdilər ki, Xorvatiya, Türkiyə dəfələrlə ucuzdur. Krımdakı, çünki hər şey gətirilir axı. Özünün heç bir istehsal sahəsi yoxdur, heç bir ərzaq, infrastruktura sahəsi yoxdur. Ona görə Krım depressiv regiondur və bir depressiv regionda Donbasdır. Donbasda antraksit qutarmışdı. Donbas nə idi? 50-ci illərdə yataqlar tapıldı, mədənlər, daş kömür mədənləri. Bu daş kömür mədənləri dəfələrlə olmuşam, mən həqiqi deyirəm, yerin altına. 700 metrə qədər düşmüşəm yerin altına mədənlərə. Torpaq çıxırdı, Azad bəy, torpaq. Amma insanların beynini yedilər ki, güya biz burada işləyirik, bütün Ukraynanı saxlayırıq. Yalanla. Antraksit yox idi. Bəzi şaxtalarda qalmışdı, onu da özəlləşdirdilər. Yəni, təbii ki, hələ indi yox, 90-cı illərdə Kuçma dövründə. Onlar da özəlləşdi, özləri xüsusi qurumlar yaratdılar, aydındır da, yəni bazar iqtisadiyyatına keçid idi. Dövlət mülkiyyəti hara sərf eləmirsə, onları bağladılar. Belədir. Və
bu iki region, ikisində də Rusiya ilişib, möhkəm ilişib. İkisi də depressiv regiondur. Bu Rusiya büdcəsinə birbaşa 4 milyard, 5 milyard əgər salamat olsaydılar, yəni heç nəsiz, ancaq yedirtmək üçün. Ancaq sosial ödənişləri vermək üçün 4-5 milyard əlavə pul verməlisən bunlara. Və indi də yer üzündən silib. Nəyə nail olub Putin? Yaxşı, bunu soruşaq. Deyirlər Putin Ukraynanı tutub. Rusların kompakt yaşadığı əraziləri dağıdıb da. Daha neyini vallahi Ancaq Rusların yaşadığı ərazilər, bəli, tamamilə haqlı. Yox, hələ Allah'a şükür ki, bir də bezmişdik 90-cı ildən birinci çağırışdan. Bu günləri 9-cu çağırışdı. 8 çağırış Ruslardan bezmişdik parlamentdə. Hara, Baxmut, şəhər sovetinə girirsən 90% marksist. Avdeyevka, şəhər sovetinə girirsən 75% marksist. Lugansk, 95% marksist. Yanukoviçə səs vermişlər. 93%. 2010-cu ildə. Donetsk, 85%. Və Ruslar haranı dağıtmışsınız ki? Bəlkə Ukraynalıların kompakt yaşadığı, yaxud o milli dəyərləri olan, milli mənəviyyatı olan yerlərə nəsə eləyə bilmişsiniz? Ora ancaq bomba ata bilirsiniz. O da ki, harada həftədə bir dəfə, 2 dəfə atırsınız, 3-5 nəfər öldürürsünüz. Çıxırsınız. Elxan bəy? İnternetdə deyəsən. Rusların kompakt yaşadığı ərazilər hamısı deməli dağıtılıb. Yox, zəng gəlmişdi, dayandırdım. Bəli. Söndürdüm. Hə. Belə, yəni, belə deyək də, Çukusvank vəziyyətindədir Rusiya. Bilirsiniz, o şahmatdakı o əlaşsızlıqdan vaxt tutmaq üçün ki, bəlkə başqasının vaxt... Bəli, Çukusvankda hər bir gediş səni məğlubiyyətə aparır. Yəni, çünki ona qədər elədiyin bütün gedişlər səhv idi. Yəni, Putin bütün gedişləri səhvdir deyənə indi Çukusvankdadır. Bəli, gözləyir ki, güya ki, Ukrayna tükənməlidir. Nə ilə tükənsin? Ukrayna hara tükənir? Ukrayna niyə tükənsin? Sırağa gün həftənin 3-cü günündə. NATO qərargahından məlumat gəldi. Ukrayna Silahlı Qüvvələrin rəhbərliyi baş qərargah da bildi ki, hədə orada NATO bizə 70 milyard avro bu ilin sonuna qədər pul ayır. 70 milyard avro. Bu sənin hərbi büdcəyi yarısıdır. Bir köməkdən söhbət gedir. Bəs Avropa Birliyi, bəs Kanada, bəs Yeni Zelandiya, bəs indi Yaponiya. İndi Yaponun qabağında, onun verdiyi texnologiyaların qabağında sən, ay Rus, bu başdan dura bilərsən. Çünki sənin liderin xəstədir. Xəstədir də, yəni Kuril adalarında sənin nə işin var ki? Nə qazandı, gəldi, nə idi? Paşinyan indiyə qədər də başına döyür. Mən verdiyi müsahibəni də eşitmişəm erməni dilində, ermənilər tərcümə ediblər. Başına deyir ki, mən Şuşada niyə yallı gedirdim ki? Mənim ağlım Allah niyə almışdı? Cəmaatın torpağıdır, mənim orada nə işim var? Amma məncə o da Putinin fitvası idi. Putinin fitvası idi ki... Aydındır, əlbəttə ki. Savaş olsun, tozdan girsinlər, o borunu götürsünlər, ondan sonra bizim borumuzu çəksin Novorosiyska, ondan sonra Ukraynaya hücuma keçsin və... Bilirsiniz nədir? İzahı bilirsiniz nədir? Deyir, çaxır içmişdim biraz. Biraz çaxır içmişdim, yəni kefim köküydü. Güya da indi öz izahı belədir. Yəni, səmimi danışır da, yəni belə deyək. İndi onun kimi, sən Kuril adalarına gedirsən, əlbəttə ki, Yaponiya texnologiyalarını verəcək Ukraynaya. Hələ sən Kuril adalarına təzə ayağı qoymuşdun, Yaponiyanın dediyim kimi, Ukraynadakı səfiri bütün dövlət orqanları ilə görüşdü, dedi ki, baş nazir deyib ki, nə lazımdır sizə? Nə verək sizə? Hansı texnologiyanı verək? Nə istəyirsiniz? Güya bəyəm Yaponiya durub baxacaq, Yaponiya kimi konservativ bir, mühafizəkar bir cəmiyyət durub baxan deyil ki. Əlbəttə durub baxan deyil. Eyni şey, Şimali Koreya deyir ki, Putin deyib ki, 50 min əskər verin, gəlsinlər deyil, bizim döyüş təcrübəmizi öyrənsinlər, istehkam qurmağı öyrənsinlər, mühəndis qurumları öyrənsinlər, aviasiya öyrənsinlər, filan şey öyrənsinlər, hamısında yalandan. Bildikləri bütün sözləri deyib. O da orada hərif deyib ki, deyir ki, 10 min verəcəm, döyüş üçün 10 min. Və biləsiniz, bu köhnə, heyf ki, burada evdə idi, mən də apardım jurnalistlərin, deməli, biz abidə qormuşuq, jurnalistika institutunda belə də düzəltmişik, ora apardım o, nədir, cilizləri. Pastı Şimali Koreya cilizlərinə, ballistikasına köhnəlmiş. K3, K4-lər adlanırlar, İskəndəriyimlərin şeyləri, analogları. 22 milyard dollar Rusiya pul verib Şimali Koreyaya. 22 milyard dollar. Koreya üçün bilirsiniz nədir? Ömürlük bəs eləyir o pulu. Yox, tək pulla verməyib, həm də texnologiyalarla. Ümumi verdiyi həcm, mən Bloomberg'də oxudum,
22 milyard dollar o bilirsiniz də maliyyə kəşfiyyatı deyilən strukturlar var ki, böyük pulların ötürülməsi, köçürülməsi nəzarət edə bilirlər. Ümumi Rusiyanın Şimali Koreya verdiyi həcm texnologiyalar birlikdə 22 milyard dollardır. Əlbəttə böyük puldur. Şimali Koreya üçün çox böyük puldur. Şimali Koreya üçün bəli. 60-cı, 70-ci illərin pastı mərmilərini verir Ukrayna Ruslara. Və Ruslar o pastı ballistikaları atırlar Ukraynalılara. Hərdən 3-ün, 5-in, 15-in, 20-mizi öldürürlər. Tanışlarımızdan da ölənlər. Allah rəhmət eləsin. Nə olur? Ukrayna cəmiyyəti neyinir? Deyək əlimi qaldırıram. Yoxsa hiddətlənir. Sonra orduya gedənlərin sayı çox alır. Yaxud Ukraynanın bəlkə təhsil, tədris sisteminə mane ola bilirsiniz. Yaxşı proqramlar var Ukraynada, deyin, biləsiniz. Madər elə belə demir ki, bizim potensialımızın 14% maliyyələşdirilir. Necə ki, biz sizlə orta məktəbdə oxuyanda maşınşünaslıq dərsi keçirdik, əmək dərsi keçirdik, musiqi dərsi keçirdik, filan olar. Bunların hamısı bu gün Ukraynada dronşünaslıq, şəhərti adını deyirəm. Texniki təhsillər, bəli, hamısı əvəz edilib. Və Ukraynada məktəb kommunal təsərrüfatdır. Ukrayna Təhsil Naziri, şəxsən mən Təhsil Nazirinin müşaviri olmuşam. Mənim heç vaxt gəlib direktora deyə bilmərəm, yaxud yerli sovetə deyə bilmərəm ki, sənin təhsil proqramını dəyişməlisən. Özləri həll edirlər. Yəni, öz icma həll edir. Ki, biz hansı proqramından oxuyuruq? Bizim məktəbimizdə tutaq ki, doğrudan da maşınşünaslıq öyrəniləcək. Tutaq ki, belələr də var təbii ki. Yaxud, nə bilim, qızlar tibb qruplarına yazılacaqlar. Taktiki tibb. Yəni, gələcəkdə hərbi tibbə getmək üçün. Belə fakültələr var tibb universitetlərində bizdə. Hərbi tibb fakültələri. Yəni, əslində nəticə bundan ibarətdir ki, Ukrayna gündən-günə əksinə daha möhkəm ayaqlarda dayanır və daha güclənir. Rusiya isə gündən-günə... Və yeni nəsillər, Azad bəy, üzr istəyirəm, Kamran bəy, bağışlayın. Azad da buradadır, eşidir, o da eşidir. Onsuz siz diqqətlə dinləyin. Eşq olsun. Deməli, yeni nəsillər Rusiyadan fərqli olaraq, önün eşitdinizmi dedi, Rusların necə, gənclərin necə hədələdi? Xəbəriniz oldu yoxsa yox? Yox. Əclaflar, yaramazlar, satqınlar, xəbəriniz yox. Ha, Medvedevin danışığını deyirsiniz? Bəli. Eşitdim, pridurki deyir. Bunlara bax, müharibənin əleyhinə çıxırlar deyir. Axmaqlar. Bəli. Bunun əksi Ukraynada baş verir. Ukraynada 18-24 deyilən proqram var. Tələbə, şagird, kollec tələbəsi, universitet tələbəsi bəri başdan özünə ixtisas seçir. Bax, girin bu dəqiqə mən deyirəm, əziz izləyicilər, bax, yazın, özdə Azərbaycanca yazın, yəni bizim dilində. Yazın, Armiya Inforum saytına girin. Yazıblar, aşpaz. Aşpazın maaşı nə qədərdir? $1000. Girin orada. Filan ixtisas, filan bazada, filan korpusda, filan hərbi hissədə, filan. Pulemyotçu, 150 min qrivna. Yəni, bəli, $3500. Filan kəs, atıcı, tutucu, filan, tankist. Bütün ixtisaslara yazıla bilərsən 18 yaşından. Bəri başdan öyrənirsən, 6 il, 5 il bu ixtisas üzrə işləyirsən, öyrənirsən hərbi hissəyə, hazırlaşırsan və 24 yaşında sən olursan müharibə gedən. Yoxsa, məsələn, Peru kimi cırtdan bir dövlət, Rusların yanında çox cırtdan dövlətdir Peru. Sırağacın Rusiya bəyanat verib, özüm oxuyuram. Bizim 429 vətəndaşımızı aldadıb, 439 vətəndaşımızı aldadıb aparmışsınız müharibəyə. 11-inin meydin qaytarmışsınız. 110 neçəsi itkin düşdüyünü deyirsiniz. Yerdə qalanlar hanı? Onları da qaytarın bizə. Perulu gəlib Ukraynada döyüşəndir. Peru heç Ukrayna sözün deyə bilir. Peru bilir ki, Ukraynada nə var, haradadır, necədir. Burada isə xüsusi proqram var. Dediyim kimi 18-24 proqramı. Girin yazın da, yəni dostlar. Burada necə deyirlər, mən özümüzdən nəsə kəşf edirəm. Maraqlı oldu. Bizim üçün də çox maraqlı oldu. Çox önəmli bir məqamdır. Bu keyfiyyət fərqini göstərir. Rusiya ilə Ukraynanın... Əlbəttə ki, keyfiyyət fərqi və istək fərqi. Rusiya gəncinə, onun keçmiş prezidenti və keçmiş baş naziri, Təhlükəsizlik Şurasının katibi, əclaflar, alçaqlar deyir. Bizim gənclər bizi sıxışdırırlar ki, imkan verin gedək müharibəyə. Özdə mütəxəssis olaraq gedək. Mütəxəssis olaraq gedək. Dostlarımızın yəni də aydındır, cəmiyyətdə yaşayırıq, o qədər dost tanış var ki, övladların görürük, nəvələrin görürük. Çünki, bilirsiniz, müqəddəs müharibədir, vətən müharibədir. Azərbaycan, mən o görə belə şey eləmirdim ki, müqayisə eləmirdim ki.
Əslində Nə qədər Medvedev bizim o şəhid olanların arasında könüllülər oldu ki, iş adamları. Məsələn, bizim qohum Allah rəhmət eləsin, Vüsal Allahverdiyev Sumqayıtda bankda şöbə müdiri idi. Bir evin bir oğlu. Hamı dirəşdi ki, yox mən getmə. O belə süjet də var. Anasından deyir, ağlama ha, ağlama, başını çıxardırır. yeri cənnətli olsun. Rəhmətli Vüsal. Onun qarşısını almaq olardı. Atası Tahir də rəhmətə getdi. Bir il sonra dözənmədi oğlunun faciəsi. Allah rəhmət eləsin. Rusiyada belə şey var. Ukraynada var. Ukraynada var ya, valla var. Var, Ukrayna xalqının cəsarəti bütün dünyaya bu günlərim belə... Cəsarət, bilirsiniz, cəsarətdən banditdə yetişdirmək olar. Cəsarətdən doğrudan dövlət düşüncəli gənc də yetişdirmək olar ki, bu vətən mənimki deyək. Buranı mən qorumalıyam, başqa kim qorumalıdır ki? Silahlı qüvvələr qoruyur da dövlətləri. Medvedev özünə görə deyir ki, axmaqlar bizi mənə görə niyə bölmürsünüz ki? Əslində o müharibə Rusiyaya görə deyil, axı Putinə görə də ölmək lazımdır orada. Əlbəttə ki. Və bəri başdan hər an ürəyi adam var ki, məsələn, doğrudan valideynləri oliqarxdır. Mən oliqarx deməzdim, mən çox imkanlıdırlar. Uşağından soruşacağım, kim olasın? Deyir, aşpaz olacaq. Deyirəm, ne deyir, mənim sevdiyim şeydir, məsələdir. Yaxud kimdənsə soruşursan, əlbəttə ki, valideynlərinə sökənib deyərdi ki, mən diplomat olmalıyam, mən həkim olmalıyam, prokuror olmalıyam. Deyir, yox. Azad seçimdir də, belə deyək. Və bu günləri Ukrayna həmin o proqramlar ki var, hərbi hazırlıq proqramları, həm dediyim kimi yuxarı siniflərdə, məktəblərdə, dronşünaslıq, mən şərti adını deyirəm, yəni dostlarımız biz çünki maşınşünaslıq bizə hətta birinci, yəni şəxsi avtomobili idarə eləməyə o vaxtlar şey verirdilər, prava da, hüquq verirdilər, belə deyək. İndi milli kadrlar bərbaşdan öz hərbi hissəsini seçib ki, mən 79-cu briqadada olacam. O birisi deyir, mən 59-da, deyir, mən 72-ci briqadada filan yerdə olacam. Bərbaşdan tələbələr, kollec tələbələri, universitet tələbələri qrupda bölüşdürüblər. Hər kəs elə bir ki, öz sevdiyi sahədə, biri dron ixtisası üzrə, biri artilleriya üzrə, nə bilim, biri aviasiya üzrə, biri texniki təchizat üzrə, hərəsi də. Budur müharibəni aparmaq. Yox, sən get yoldan, alkoqoliki, Azərbaycandan aldadıb apardığın, beyinlərin yediyi adamları yığ gətir ki, biz gedirik Ukraynanı işğal eləmişik. Pulla vətən qorumaq olar, pulla ordu cağlıb olar. Təbii ki, əlbəttə ki, yəni müharibənin elədir. Və Afrikanın 30 neçə ölkəsindən 30, oxumuşdum, yadıma çıxdı. Rusiyada muzlular var. Deməli, Ukraynada əsirdirlər, hansı ölkədə olduqlarını bilmirlər. Soruşur, jurnalist soruşur, oğlan var, apostol bilir. Bəli. Deyir, sən haradasın? Bilmir harada olduğu. Harada olduğunu bilmir. Deyir, mənə dedilər ki, pul verəcəklərsə, sonra gətirdilər müharibəyə, telefonumu da alıblar, kartımı da alıblar. Heç nə say olsun, say. O qədər korrupsiyalaşıb ki, Rusiya ordusu. Ət kimi atsın qabağa, ölsün. Aşağıdan yuxarı rəhmətli Dudayev deyirdi, hələ o vaxt 94-də mənim yadımdadır. Deyirdi ki, Ruslar bütün diviziyanın üstdən deyir, belə qırmızı karandaşla deyir, belə çəkirlər, deyirlər, bu diviziya olmayıb. Rusun deyir, beyni belə işləyir. Rus üçün fərqi yoxdur ki, bu insan həyatıdır, milçək həyatıdır, dovşan həyatıdır, sıçan həyatıdır. Heç fərq etməz Rusa. Beyin donub da, donmuş beyindir. Yox, dövlətçilik konsepsiyalar elədi. Bilirsiniz, Rusiya axı bəşəriyyətə nə verdi ki? Nə verə bilir ki? Niyə insanlar istəmir Rusiyadan yaşasınlar bir yerdə? Şans var idi da, 2005-ci ilə qədər, bayaqlar mən yenə də dediyimi təkrar eləyirəm. Rusiya əslində qalsa, taxtabaşlar sizin sözünüz olmasın, bilmirlər bunları. Girin, yazın. Сотрудничество Российской Federasiya NATO. 2005-ci ildə Ukraynadan 2 addım qabaqda idilər. 2005, bəli, belə idi. Və birdən-birə Putin hiss elədi ki, bu cəmiyyət qullar cəmiyyətidir. Və bu cəmiyyətdə istədiyini eləyəcək. Banditlərin, dostların, sinif yoldaşların, tələbə yoldaşların yığdı başına Rotenbergləri, Kovalçukları, Timçenkoları, hamısı. Salavyov kimləri də çıxartdı irəli. Və birdən-birə NATO üzvü olmağa hazırlaşırdı Rusiya. Amma dedi, bir şərtim var, bircə şərtim var. Güya ki, bu çox belə zəif şərtdir. Bir şərtim var. Rusiya hər zaman NATO'nun qərarlarına veto hüququnu qoruyub saxlaya bilsin. Yəni, siz nə qəbul edirsiniz eləyin, bir dənə mənim dediyim olmalıdır. Evraziyası deyirlər də, Paşinyan yazıq özünü niyə öldürür? Deyir, Avropa Asiya İqtisadi Şurasında biz nə danışırıq, axırda Ruslar deyir ki, belə olmaz.
Elxan bəy, çox qəribə bir məqam var, onu mütləq deməliyəm. Proqramımızın da sonudur, əslində biz proqramımızın vaxtına keçmişik. Baxın, indi Ukraynanın olduğu ərazidə orada Reş Pospolita dövləti olub, vaxtilə, özü də qüdrətli dövlət olub, özü demokratik dövlət olub. Avropanın hər yerində monarxlar, xanədanlar oturanda orada demokratik bir dövlət idi. Litva, Belarus, Ukrayna, Polşa. Bəli, Belarusya, Polşa, Ukrayna, Litva və yəni birlikdə böyük bir dövlət. Buyurun. Deyim sizə bir şey göstərəcəm. Və orada o parlamentdə libero veto adlı bir məqam vardı. Bir nəfər durub deyildi ki, mən qəbul eləmirəm. Bütün qərarlar hamısı dağılırdı və sonunda dövlət dağıldı, çıxdı, getdi. Avropa oradan özünün içində olan həmən o palçığa bir də girir. İkinci gedib girib ora. İcazə verirsiniz. Buyurun. Reç Pospolitanın yeni ordeni təsis edilib və birinci verilənlərdən, dünyada verilənlərdən biri də mənəm. Polyakların komendantı gətirmişdi. Təbrik edirəm. Sağ olun. Gələn həftə də burada olacaqlar. Görürsünüz, Polşa və Ukrayna rəhlərini qarışdırıb. Bəli. Və burada olan simvollar, həmin o siz dediyiniz Belarus, Litva, Ukrayna, Polşadır. Bəli. Və dövlət dilində demək olar ki, Ukrayna dili idi orada. Barışdırılması məsələsi baş verdi. Rusiya çox əlləşdi, çox çalışdı ki, Polşa, Belarus, deməli, Ukrayna məsələlərin üzrə qoysun. Hətta parlamentdə bəzi anti-Ukrayna qanunları qəbul edildi ki, Ukrayna nə bilim filan şeyə görə üzr istəsin, Avropa Birliyini bilirsiniz, yəqin xəbəriniz var. Amma Polşada düşünə bilən insanlar çoxdur. Yəni, Seymdəki bizim dostlarımız var, gələn həftə burada olacaqlar, bir yerdə bizim kanaldan işləmək istəyirlər. Bilirsiniz, Avropada Ruslardan birbaşa əziyyət görən xalqlar var. Ruslardan gözü qırılan, qorxan xalqlar var. Və Rusun mahiyyətin doğrudan da axırıqda dərk edən xalqlar var. Məsələn, Finlandiya axırıqda dərk edir. İsveç dərk edir. Baltikanı ölkələr dərk edir. Polşa dərk edir. Və Polşa tarixi səhvini etmək istəmir. Bir daha deyirəm, efirim bilirəm, sonudur, son dəqiqə yarımı. 1709-cu ildə 1-ci Pyotr Poltavaya gələndə ki, İvan Stepanoviç Mazepanı Avropa Birliyi qanunların geri oxutsun, Polşa Polkovnik Koçubeyi, yəni Krımdan sağ cinahdan zərbə vurmalı olan qurumları ələ aldı. 2 put qızıl verdi. Və Polşa hökuməti bunun çox ağır bədəlini ödədi. Haçan 1792-ci ildə 2-ci Yekaterina girdi Polşaya, hamısını astı, doğradı. Nə bilim, nəysə, deyiləsi şeylər deyil. Və Polşa 126 il dövlətsiz oldu. 1918-ci ilə qədər Yusif Pilsudski dövlət elan eləyənə qədər general. Və bu günlər polyaklar bilirlər Rusun mahiyyətini. Əlbəttə ki, yalancı konservativ qüvvələr ki, parlamentə düşmək istəyirlər, onlar səsküy qaldırırlar. Və bir problem var ki, Ukrayna qara torpaqlarının məhsulu daha keyfiyyətlidir və daha ucuzdur və biz gübrələrdən istifadə eləmirik. Ona görə Avropalılar istəyirlər Ukraynadan daha çox kənd sərvət məhsulu alsınlar. Və Polşa fermerləri bunun əleyhinə olurlar. Və Polşa fermerləri kənd əhalisi olduğuna görə kəndlilərin beynini yeyirlər. Yəni, hər şey, belə deyək, mediadan asılıdır. Ona görə dostlar, efirləri bəyənin, paylaşın. Və deyirlər ki, Ukrayna bizə mane olur bizim məhsullarımızı satmağa. Və belədir baş verən. Ona görə yerli kəndlilər, fermerlərin partiyası, konservativlər partiyasıdır Polşa. Oldu, təşəkkür edirəm sizə. Elxan bəy, təşəkkür edirik vaxt ayırmağa və güman edirəm ki, tez-tez görüşəcəyik bundan sonra. Sizə uğurlar arzulayıram, cənab polkovnik, və Slav Ukrayna. Heroyam Slav, Azərbaycan eşq olsun. Sağ olun. Eşq olsun vətənimizə. Əziz dostlar, qardaşlar, bacılar, bura press klubdur, burada həqiqətlər söyləndir. Orada QR kodu görürsünüz və o QR kod vasitəsilə bizə maliyyə yardımı göstərə bilərsiniz. Buna görə mən press kluba təşəkkürüm var. Baxın, o QR kodu orada görürsünüz. QR kod vasitəsilə Rusiyadan, Avropadan, Amerikadan və Kamran üçün o əslində önəmli bir məqamdır. Sizin yardımınız önəmli bir məqamdır mənim üçün. Çünki ömür boyu siz həmişə həm arxamda durmuşsunuz, həm yardımcı olmuşsunuz və indi də araşdırmalarımda, işimdə yardımcı olmağınıza rica edirəm. Əvvəlcədən sizə təşəkkürüm var, əziz dostlar. Bir də like işarəsini tıklayın, daha çox insan bizi görsün, eşitsin. Hansı ölkədən, hansı şəhərdən baxırsınız, onu mütləq yazın. Özünüz də kommentləri oxuyursunuz, biz də, mən də çalışıram kommentləri oxuyub, bəzən vaxt tapıb hətta cavab verməyə də, bir ürək qoymağa da, bir ürək kimi, ürəyimi, yəni o nişanlı sizə çatdırmağa da çalışıram. Və Təbriz, Azərbaycanın ürəyi olan Təbriz izləyir bizi, bu çox sevindirir
məni və bizim vətənpərvər, Azərbaycanda gündən-günə vətənpərvərlərin sayı çoxalır. Çünki proqramımızı izləyirlər və onların adından, bütün Azərbaycan, yəni Quzey Azərbaycan vətənpərvərlərinin adından Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Ənzəliyə, Xoya, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər, Tanrı sizi qorusun.